Hadisdə ki, Pərverdigar aləm 2 dənə mələkə məmuriyyət verdi. Yerə gələrlər. Çün Allah bu yeri Allahullezî xalaqə səbə səmavatin və minəl ərz misləhunnə yetənezzəlul əmr beynəhunnə lita'ləmu ennəllâhe alə kulli şeyin qadir. Bu ayə. Allah buyuruyor ki, Allah o vücuddur, özün tərifləyir. Mən o vücudam, 7 göy xəlq eləmişəm, 7 yer xəlq eləmişəm. Və minəl ərz misləhunnə yetənezzəlul əmr beynəhunnə, əmrim göylə yerin arasında nazil olur. Bu əmr nə mənədir? Yəni zindəgün öz başına deyil. Əlalləhul xalq vəl əmr. Xalq da onun əlindədir, əmri də onun əlindədir. Öz başı zindəgidir, öz başı həyatdır. Hesab kitab əmr vardı bu həyatın. Yaşayışın əmri var. O əmr hardadır? O əmr hardadır? Nizam-ı təkvin, nizam-ı İslamdır. Yəni əmr ilahiyə təslim. Və Pərverdigar aləm, Rıza Pərverdigar aləm Burhan bəyan eləyir. Buyurur ki, çün nizam-ı təkvin, nizam-ı İslamdır. Təşridə səni İslama gəlməsin, təvafuqun yoxdur aləm həsli ilə. Gərək bu aləm həsli ilə təvafuqun, təsaluğunla, yerin, göylə sülhüdə ola. Əsən rəfiq ola. O göydən əmr bu yerə gedə, bu yerdən də bu aləm-i haqqı insanın maaniləri, həqaiq ruhisi gedə yuxarı. İlahi yəsədul kəlimut təyyib vəl əməlus salih yarfəhu. Sənin evindən kəlimi təyyib gedə yuxarı, göydən də əmr gələ. Bu evdir, ev. Bu evdir. Bu ev aləmdə əzinəllah ən turfə. Bu evdir ki, Allah icazə verib rəfə